Salam, hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər, dəyərli abituriyentlər, kanalımızın dəyərli izləyiciləri. Xoş gördük sizləri. Bu videomuzda sizlərlə Hüseyn Cavidin İblis əsərini başdan sona qədər bir-bir təhlil eləyəcəyik. Biri deyir, müəllim, mən başa düşmürəm bu əsəri, anlamıram filan. Mən elə gəlir ki, bu videodan sonra bu kimi sözləri qırağa qoyasınız. Ona görə də diqqətlə sona qədər izləyin. Sonda da müəyyən təhlillər və qeydlər olacaq. Onlara da mütləq baxın. Və kanalımıza abunə olaraq baxan, videomuzu bəyənərək bizi izləyən, faydalanan hər kəsin də halal xoş olsun. İnşallah qəbulda da ürəklərincə yaza bilərlər, paylaşa bilərsiniz, dəstək ola bilərsiniz və siz görsəm ki, məsələn, mən bu videonu hal-hazırda niyə çəkirəm, bir soruşsaz, mən baxdım ki, deməli İskəndərnamə əsərini təhlil eləmişdik. Başdan sona 2 saat nə qədərlik videodur. Hal-hazırda 35 mindən çox baxışı var. Və ona görə mən də bu videonu çəkmək istədim ki, daha çox baxılır. Siz də paylaşın ki, ilk öncə paylaşılanda video daha çox baxılır və Rəşad müəllim də bundan ilhamlanır. Başqa əsərləri də sizlər üçün çəkir. Deməli belə, inşallah, keçək əsərin əsas məsələsinə və keçməzdən əvvəl bir də onu qeyd edeyim ki, dərslərimizə qoşulmaq üçün əyani şəkildə Gəncədən bizə qoşula bilərsiniz. Onlayn şəkildə ürəyiniz istədiyi bir yerdə. Məsələn, Bakıda yaşayırsan, Şəkidə yaşayırsan, Lənkərandasan, nə bilim, Qusardasan, Qubadasan, fərq eləməz. Bir telefon zənginə, bir telefon mesajına dərslərimizə qoşulursunuz. 070 535 35 bir də 55 deyək də. Yuxarıda da görürsünüz nömrəni, lap başda, videonun başında da görürsünüz. Eyni zamanda burada da qeyd elədim və dərslərimizə növbəti il qoşulmaq üçün, nə bilim, sürət qruplarımıza, sınaq qruplarımıza nəyə qoşulursunuz, qoşulun, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İblis əsərinə baxsaq, İblis əsəri bilirik ki, faciə janrında yazılıb və mənzum faciədir. Faciə və mənzum formadadır və eyni zamanda əruz vəznindədir. Əruz və həzəc bəhrindədir. Həzəc bəhrində. Eyni zamanda bəzən buna Cavid həzəci də deyirlər. Yəni, biraz həzəcin tam olaraq, belə deyək də, o klassik həzəc formasına birazca fərqlənir. Nəysə, 4 pərdədən ibarətdir. 4 pərdədən ibarətdir. Görürsünüz, ixtisarla verilib. Yəni, orijinal deyil dərslikdəki, amma bizə kifayət eləyir ki, yəni biz qəbul imtahanında bu dərslikdən istifadə edib, yəni kifayət qədər sualları düz yaza bilək. Və İblis əsərinin bəzən şagirdlərin anlamamasının səbəbi nədir? Onun fəlsəfi tərəfi. Baxın, İblis əsərində 1914-18-ci il 1918-ci il Birinci Dünya Müharibəsi dönəmində baş verir hadisələr. Əsər də yazılıb neçənci ildə? 1918-ci ildə. Amma müəllifin məqsədi burada sırf müharibə təsvir eləsin, döyüş səhnələri göstərsin, belə bir şeylər deyil qəti. Müəllifin əsas məqsədi müharibələrin insan həyatına və insanlara, cəmiyyətə, dünyaya necə bir təsiri var, bunun fəlsəfi tərəfini çatdırmaq və müharibələrdən uzaq durmağa bizi səsləməkdir. Və deməli, İblis məsələn burada görürsünüz ki, bütün bəlaların səbəbini insanlarda görür. Mələk məsələn İblisdə görür. Bax, bunu xüsusən qeyd edeyim. İblis deməli, müharibələrin səbəbini kimdə görür? İnsanda. Bəs mələk kimdə görür? Mələk kimdə görür? İblisdə. Deməli, bəs müəllif kimdə görür bu bəlaların səbəbini? Müəllifin mövqeyi İblisin mövqeyi ilə eynidir. Yəni, əslində İblis, belə deyək də, ayrı bir varlıq deyil. Bunu göstərməyə çalışır müəllif. Düzdür, əsərdə ayrıca bir obraz kimi yer verilib. Hətta insanların gözünə görünür filan, belə. Amma müəllifin mövqeyi nədir? Müəllif demək istəyir ki, İblis uzaqda deyil. Hər insanın içərisindədir. İblis insandakı mənfi xislətdir. İblis insandakı mənfi ehtiraslardır. Yəni, müharibələrə sürükləyən, kiməsə pislik eləyən və s. Yəni, bu kimi insanlardır İblis. Biz hətta sondakı monoloqda da, o İblisin monoloqu var, o hissədə də görürük. Deyir, İblis nədir?
cümlə xəyanətlərə baisdir və hər kəsə xain olan insan nədir? Elə iblisdir. Yəni hər kəsə xainlik edən insan elə özü iblisdir. Aha. Və əsərin əvvəlində biz görürük ki, iblis yerdən çıxır və əsərin sonunda görürük ki, yerə qayıdır. Yəni insanları tərk eləyir. Onsuz da burada o qədər iblislər var ki, bunu da qeyd eləyir. Hətta deyir ki, bənsiz də əmin olun, sizlərə rəhbərlik edən var, qan püskürən, atəş savuran kinli krallar, şahlar, ulu xaqanlar, çılğın dərəbəklər, altın və qadın düşkünü divanə bəbəklər, bin hilə quran tilki siyasilər, məzhəb çıxaran, yol ayıran xadimi ədyan və s. Yəni bunları sayır, deyir ki, yəni bunlardır iblis. İblis əslində mən deyiləm deyir. Yəni sizin içərinizdə belə deyək də iblislər var. Hətta iblis bir növ bu əsərdə iblis insanın özüdür fikrini sübut etmək üçün gəlmiş kimi görünür. Baxın, iblis əsərin əvvəlində yerdən çıxır. İnsanları görürsünüz, Arifi mənfi, o Arif müsbət obrazda əsərin əvvəlində fəlsəfi fikirlər, nə bilim, bəşəriyyətdəki zülmə qarşı çıxan bir obraz kimi görünsə də, getdikcə nə olur? Mənfi obraza çevrilir. İblis elə bil ki, belə deyək də, baxın, buradan başlayır, bura qədər, tutaq ki, əsər başlayır burada. Arif burada müsbət obrazdır, müsbət. Əsərin sonuna gəlinə nə olur? Mənfi. Yəni dəyişdi. Yəni görürsünüz ki, yəni insanda olan mənfi ehtiraslar, mənfi cəhətlər, xarakter cəhətləri onu nəyə gətirib çıxarır? Mənfi obraza çevirir. Əslində burada yəni bir çox obrazlar var ki, hansı ki o obrazlar, bax əsərin bu hissəsinə baxsaz, mündəricatında mən onlarla deyim. O obrazlar belə deyək, burada müxtəlif hərəsi bir formada içində iblisi daşıyır. Məsələn, burada tutaq ki, deyək, Arif bayaq dedik, nə formada? Mənfi obrazdan, müsbət obrazdan mənfiyə çevrilir. Rəna atasının qatilini axtarır, harada tutsa öldürəcəkdir. İbn Yəmin əli yüzlərlə insanın qanına bulaşmışdı, onsuz da qatil bir adam idi. Sonra Elxan sonda adamları güllələtdirir, düzdür, orada ədalət məhkəməsi qurmuş olur. Sonra məsələn, Vasif də tutaq ki, aşağı-yuxarı bu proseslərin içindədir və s. Yəni, görürsünüz ki, əslində hər kəs bir intiqam peşindədir, o türklər demiş, arxasındadır. Və hər kəs bir şey, belə deyək də, içində bir kim var. Yəni, burada görünür ki, əslində iblislik insanların öz içərisindədir. Təbii ki, burada müsbət obrazlar, məsələn, Rənadır, nə bilim, Xavərdir götürək, Arif mənfi obraza çevrilir, o heç. Elxan məsələn müsbət obrazdır, Zabit, Vasif müsbət obrazdır. Təbii ki, bunlar müsbət olsalar da içərisində görürük ki, mənfi tərəfləri də özünü göstərə bilir. Burada həm insan surətləri görürük uşaqlar. Baxın, həm də ki, mifik surətlər. Mifik surətlər hansılardır? Mən sizə bunları bir daha qeyd edeyim. Əsərin mifik surətləri. Başda iblis olmaqla, o deyir, başda bəyin valideynləri olmaqla. İndi burada deməli, başda iblis olmaqla mələk obrazı var, mifikdir. Mifik nə deməkdir? Yəni, realda olmayan. O, Basatın Təpəgözü öldürdüyü boydakı Təpəgöz mifik obraz sayılırdı. Eləcə də burada mələkdir, iblisdir. Sonra Teyf var, Rənanın məqtul babasının xəyalı, yəni ölmüş babasının xəyalıdır. Sonra Xavərin xəyalı var idi burada. Ki, bunlar deməli real obrazlar, insan obrazlar deyil. Hətta əsərin sonunda, düzdür, bu sizdə kitabda yoxdur o. Məsələn, iskeletlər şeylər var, gəlir deyir, Arif onlara deyir ki, iblis onları Arifə göstərir. Orada rəqs eləyirlər falan, belə bir şeylər. Yəni, bunlar realda olmayan şeylər nələr varsa, bu əsərin deməli mifik tərəfləridir. Məsələn, obrazlar, iblis. Və əsərdə dediyimiz kimi, iblislə bərabər müxtəlif insan taleləri və o insan taleləri fonunda müəyyən hadisələr görə bilərik. Başlayaq, deməli, gedişatda da müəyyən, onsuz da təbii ki, deyəcəyik bunları. Hadisə harada baş verir? Bağdad civarında, Bağdad ətrafında baş verir. Ağaçlıq, mənzərəli bir güşədir. Pərdə açılanda Arif bir tərəfdə taxta bir karyola üzərində əlinə təkyə edərək uzanıb, deməli, düşüncəyə dalıb və səhnə qaranlıqdır. Ətrafda göy gürültüsü, şimşək, deməli, çakışı, nə bilim, toplar, tüfənglər, bomba, atəş səsləri gəlir. Qarşıda səhnənin sonunda, nəhayətində iki böyük göz
pəncərə var deyək, 2 böyük göz pəncərə və atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edilir. Amma yenə deyirəm, baxın, real döyüş səhnələri falan bu əsərdə yoxdur. Sonra bir kaç zabit əldə durbin müharibə komandası ilə məşğul. Gözlərin birində iblis, digərində mələk görünür. Yəni iblislə mələk burada bir-birinə təzad surətlərdir, təzad. Belə deyək də, mələk iblisin bəşəriyyətdə elədiyi fəlakətləri burada bir növ dilə gətirir və iblis də insanların elədiyini deyir. Yəni bir növ üstündən atır bu kimi şeyləri. Əsər iblisin monoloqundan başlayır, iblisin monoloqundan bitir. Yəni əsər iblisin sözündən başlayır, iblisin sözündən bitir. Belə. İndi baxaq görək nə deyir. İblis başlayan kimi deyir, dəryalara hökm etmədə tufan, səhraları sarsıtmada vulkan, sellər kimi axmaqda qızıl qan, canlar yıxar, evlər yıxar insan. Yəni iblis insanın evlər yıxdığını, canlar yıxdığını deyir. Yəni burada görürük ki, artıq iblis nə deyir? Deyir, günah insandadır. Yəni günahı insanda görür. Sonra mələyin sözünə baxarıq. Mələk deyir, ya Rəbb, bu nə dəhşət, nə fəlakət. Ya Rəbb, bu nə vəhşət, nə zəlalət. Yox kimsədə insanı mürüvvət, iblisə mi uymuş bəşəriyyət? Görürük ki, mələk də iblisdə görür. İblisdə. Bütün problemləri, bəlaları iblisdə görür. Sonra baxırıq ki, iblisin müstəhizi sürəkli qəhqəhələrlə bərabər yenə göy gürültüsü, top, mitralyoz sədaları, yəni bu silahların sədaları eşidilir və sükut olur. Sonra nə baş verir? İblis çılğıncasına gülür və toplar veriyor aləmə dəhşət. Dəhşət qopuyor sanki qiyamət. Yağmur kimi göydən yağar atəş, atəş, qaralar, dalğalar atəş. Yəni, belə deyək də, bu müharibələr, davalar iblisə bir növ əyləncə verir, kef verir. Mələk də deyir ki, ya Rəbb, azacıq lütfi inayət, qəhr olmada artıq bəşəriyyət. Başdan başa həp yer üzü vəhşət, iblis ilə həmrəngi siyasət. Deyir ki, Allaha müraciət eləyir, mələk deyir ki, azacıq lütf elə, qəhr olub, məhv olub bəşəriyyət, başdan başa yer üzündə dəhşətlər var və deyir, siyasət iblislə həmrəng olub, yəni eyni olub. Siyasət eləyənlər bir növ iblisə uyub, bunu demək istəyir. Gözlər qapanar, artıq iblislə mələyin bu kimi fikirlərini gördük. Sonra keçir Ariflə bağlı məsələlər. Arifin bax, ilk xarakterini bu hissədə görə bilirik. Yuxudan oyanır kimi gözlərini ovuşdurur, yerindən qalxar və göyə doğru. Bu da Allaha müraciət eləyir. Deyir, dünyalar, bayaq kimdə gördük? Mələk də Allaha müraciət eləyir. Dünyaları yoxdan yaradan ey ulu tanrı, ey xaliqi hikmət, ey varlığı yox, yoxluğu vardan yaranan, deməli, yoxluğu vardan daha dilbər. Ruhum səni izlər. Lütf et o gözəl çöhrəni bir an bana göstər. Könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanuna, kitabə, duydum yenə qəsvət. Başdan başa hep qəhr qəzab, tövbə inabə, hep zəfə əlamət. Hər fəlsəfə bir vəlvələ, hep tatlı xəyalət. Yox rəhbəri vicdan, sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat bir şölə-i irfan. Ey, daha doğrusu Allaha deyir də, gəl bana yaxud bəni yüksəklərə qaldır, gəzdir qonağında. Yerlərdə süründüm yetişir göylərə qaldır, dindir qucağında. Qaldır bəni seyr edəyim, xoşmu gözəlmi cənnətdə mələklər. Qaldır məni ta görməyəyim insandakı zülmü. Ya Rəbb, bu cinayət, bu xəyalət, bu səfalət bulmazmı nəhayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət. O zaman iblisə nə hacət? Yəni iblisə nə gərək? Bunun məzmununda nə deyir? Allaha müraciət eləyir. Hətta onu baxın, burada xaliqi hikmət adlandırır. Eynən qarşıda bir yerdə də, baxın, Allahı xaliqi hikmət, xəlq eylən hikmət sahibi. Və qarşıda iblisə nə deyir? İblisə də deyir ki, sahibi kəramət. Yəni kəramət sahibi. Belə deyək. Yadınıza saxlayın. Allahı xaliqi hikmət adlandırır, iblisi sahibi kəramət adlandırır. Onu görəcəyik onsuz da. Və bu məzmunda nə deyir? Deyir, məsələn deyir ki, lütf et,
çöhrəni bana göstər. Allaha deyir, ya deyir məni göylərə qaldır, ya özün engəl bu dəhşətlərin qarşısını al. Sonra deyir, uydum peyğəmbərlərə, qanunlara, kitaba, duydum yenə qəsvət. Yəni peyğəmbərə, qanuna, kitaba inandım falan, amma yenə dəhşət gördüm. Başdan başa hər yer deyir müharibə, nə bilim qırğın, hər fəlsəfə bir vəlvələ, tatlı xəyalət. Sonra vicdan yox, nə bilim. Sonra nə deyir? Deyir məni gəl yüksəklərə qaldır, gəzdir qonağında. Yerlərdə süründüm, yetişir göylərə qaldır məni. Dindir. Və deyir gedim cənnətdə mələkləri seyr eləyim, görüm necədir orada vəziyyət. Belə. Sonda da bax bu hissəni də yadınıza saxlayın. Baxın, ya Rəbb müraciəti bayaq biz mələkdə 1-2 dəfə gördük. Həmişə testlərdə bax bu hissə düşəndə şagirdlər götürür bunu deyir mələk. Orada başda görürlər axı mələk. Amma bu fikir verin məzmuna. Ya Rəbb bu cinayət, bu xəyanət, bu səfalət bulmazmı nəhayət? Yəni bu cinayətin, bu səfalətin sonu yoxdurmu? İnsanları xəlq etmədə var bəlkə də hikmət. Yəni insanları yaratmaqda bəlkə bir hikmət var. O zaman əgər insanı yaratmısansa iblisə nə hacət? İblisə nə gərək? Belə. Arifin müsbət xarakterli olan vaxtlarıdır hələ. Getdikcə yavaş-yavaş dəyişəcək onu. İblis onu eləyəcək ki, tamam olacaq başqa bir adam. Sonra yorğun düşüncəli bir halda iskamiyaya oturdu. Bunlar remarkalardır bilirsiniz. Dərhal səhnənin işığı azalır. İblis sürəkli və istehzalı qəqqələlərlə yerdən, alevlər içindən çıxar. Bayaq demişdim. Bax görürsünüz yerdən çıxdı iblis. Yıldızlı bir və əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəş rəng sima və deməli əlbisəsi parlayır. Yəni bunun paltarı falan bunu təsvir edir. Deyir ki, artıq alevlər içərisindən iblis çıxdı. Sonra iblisə baxın, burada artıq Arifin bayaqki etirazına eşitmiş kimi cavab verir. Deyir, Arif, bana bax, sən də mi evhama qapıldın? Biçarə çocuq, sən də mi iblisə takıldın? Dahilər ululazəm nəbilər belə bəndən heç vəclə təxlisi giriban edəməzkən. Yəni, deyir, dahilər, ulular məndən qaçamazkən, qaça bilmədiyi halda daim məni təhqir edərək əyləniyorsun, hep söyleniyorsun. Baxın, burada iblisə nə hacət demişdi, onu deyir. Söylənirsən, deyir. Sonra, bir gün gəlir əlbəttə şu izan ilə sən də bazicə olursun qoca iblisin əlində. Yəni, deyir, bir gün gələr ki, sən də iblisin əlində belə deyək, oyuncaq, yəni bazicə olursan. Yəni, oyuncaq olarsan, deyir, sən də iblisin əlində. İblis, o böyük qüdrət, özü deyir, ha. O atəşli müəmma bir gün səni də kəndinə eylər kölə. Amma heyhat olamaz dərdinə bir kimsədən imdad. Səni deyir iblis bir gün özünə kölə eləyər və heç kəsdən bir imdad diləyə bilmərsən. İmdada qoşar, qoşsa fəqət ah ilə fəryad. Yəni deyir sənin köməyinə gəlsə, səni bir gün iblisləşdirər iblis və sənin heç kəs köməyinə gəlməz. Deyir imdada qoşsa, deyir, yəni gəlsə bir dənə ahla fəryad gələ bilər. Yəni sənin köməyinə o gələ bilər. Sonra deməli burada da paltarın ətəyini Arifin üzünə sürür və laybalı qəhqəhələrlə çəkilib gedir iblis. Və Arif bu vəziyyətdən artıq iblis bunun gözlərinə görünür baxın. Arif bu vəziyyətdən şaşqındır, yəni çaşqındır. Sinirli bir təvrlə saçlarını qarışdırır. İçəri girməkdə olan ixtiyara, ixtiyar da kim idi? İxtiyar şeyx, Xavərin atasıdır, babasıdır daha doğrusu, atası yox, babasıdır. Və Xavərin babası gəlir həyəcanlı və nə deyir? Gəl bana, gəl eylə bənim dərdimə çarə. Arif deyir ha bunu. Gəl eylə bənim, ixtiyara deyir ki, gəl mənim dərdimə çarə eylə. İxtiyar da nə deyir? Oğlum, mədəni aləmi nifrətlə buraxdın, gəldin şu cədəlsiz bədəvi aləmə çıxdın. İnsandakı haqsızlığı, zülmü unut artıq. Qəlbindəki nifrətləri, dəhşətləri yık. 100 bin deyil iblisə uyan həp bəşəriyyət, etmiş bugün ev yıxmağa, qan içməyə adət. Arif, unut oğlum, unut artıq, bəni dinlə. İxtiyar deyir, sən kəndini məhv edəcəksin bu gedişlə.
Yəni Arif deyir ki, ixtiyar deyir ki, Arifə, sən deyir özünü bu qədər deməli əzab vermə. Yəni Arif bilirsiniz necə bir obraz idi? Arif müharibələri istəməyən bir obraz idi. Nə bilim, pisliklər istəməyən bir obraz idi. O da ətrafda olan pisliklər, müharibələr, dəhşətlər buna əzab verirdi. Bu İxtiyar Şeyx də deyir ki, hətta burada mədəni aləmi deyir nifrətlə buraxdın, gəldin şu cədəlsiz bədəvi aləmə çıxdın. Ha, bu nə deyir? Bax, burada da bir məqam var. Ümumiyyətlə, Arif hardan idi? Arif İstanbul əhli idi. İstanbuldan idi. Və bunu Rənanın dilindən deyirik, eşidirik əsərdə. Bu hissədə yoxdur, orijinalında var. Deməli, İstanbuldan olurlar və Rəna deyir ki, onların qonşusu olur özdə. Və evləri yanır. Evləri yanandan sonra da Ariflə qardaşı Vasif balaca olarkən bir-birindən ayrı düşürlər. Atasını anasını da itirirlər. Sonra Arif Vasif'i axtarır, Vasif də Arif'i axtarır. Və bir-birini tapmırlar. Əsərin sonunda tapanda da Arif Vasif'i öldürür. Belə deyək. Çox belə burada biraz faciəvi bir şeydir. Və nəysə ki, qardaşını tapanda da Rəniyə görə öldürür. Amma iblisləşmişdi artıq onda Arif. Nəysə, deyir ki, bu mədəni aləmi, yəni nə dedik, İstanbulu buraxdın, gəldin şu cədəlsiz bədəvi aləmə. Bədəvi nədir? Köçəri. Köçəri aləmə. Hadisələr harada baş verirdi? Hara gəlmişdi? Bayaq lap başda demişdik. Bağdad ətrafında baş verir. Və ona görə də ora köçəri aləm deyir Bağdada. Deyir, gəldin bura çıxdın. İnsandakı haqsızlığı, zülmü də unut. Qəlbindəki nifrətləri, dəhşətləri yıx və 100 bin deyil iblisə uyan deyir. Arifə bir növ təsəlli verir ki, sən iblisə uyanların, belə deyək də, əzabını çəkmə də, onsuz da bütün bəşəriyyət deyir iblisə uyub. Unut deyir bunları artıq. Bəni dinlə, sən kəndini məhv edəcəksən. Yəni kəndini məhv eləyərsən. Belə, Arif də iblisə tam tərs obrazdır, qəti. İblisə uymaq istəmir. Sonra deyir, bu sırada dəhşətli göy gürültüsü başlayır, yenə iblis gəlir. Gürültü ilə bərabər iblisin qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli bir halda qülbədən çıxır. Yəni İxtiyar gedir. İxtiyar gedəndən sonra iblis gəlir və görək Arif nə deyir? Deyir ki, kimsin, nəçisin, söylə nədir fikri məramın? Bunu iblisə deyir Arif. Nereden geliyorsun? Neymiş şöhrəti namın? Yəni iblisi tanımır da, bilmir. İblisə deyir ki, sən kimsən, hardan gəldin, nədir sənin şöhrətin, şanın? Gəlib gözümə görünüb gedirsən də, ara bir gəlirsən, bir söz soxub gedirsən belə, pis çıxmasın. Deməli, nə olur axırda? İblis də buna cavab verir. İblis özü haqqında deyir. Deyir, mən şimdi bir ateş, fəqət əvvəlcə mələkdim. Hep Xaliqə təsbih idi, təhlil verdim. İlk öncə mələklər bəni təqdis ediyordu. Adəm kimi bir sayğısız, Adəm də insandır. Adəm kimi bir sayğısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrəti namım. Şanım Allah ilə zikr edilir, namı nişanım. Deməli, nə deyir? Məzmunda burada deyir ki, mən deyir ki, şimdi bir ateşəm, iblis deyir. Əvvəldə mələk idim. Və Xaliqə, Allaha deyir, sitayiş eləyərdim də, belə deyək. Allaha inanardım, güvənərdim, nəsə ki, belə qulluq eləyərdim. Və ilk öncə mələklər də deyir, mənə qulluq eləyirdilər, təqdis eləyirdilər. Və nə oldu deyir? Adəm kimi deyir, bir sayğısız ağır ləkə vurdu mənə. Amma deyir, bu məni alçaltmadı, yüksəltdi deyir. Şöhrət şanım daha da yüksəldi. İndi deyir, Allahla bərabər çəkilir adım. Hətta mən sizə bir şey deyim. İblis özünə yeganə rəqib nəyi bilirdi və yaxud da kimi bilirdi? Allahı. Deyir ki, yeganə rəqibim Allahdır. Qarşıda görəcəyik. Və Arif nə deyir? Bunun qarşılığında onu tanıyır artıq. İblis özünü təqdim eləyir. Artıq yetişir, anladım. İzaha nə hacət, nə gərək? Qarşımdakı iblis imiş. Eyvah, nə dəhşət. Hep qəhr oluyorkən şu cihan xain əlinlə, bilməm nəyə gəldin? Nəyə gəldim? Bana söylə. Yəni artıq Arif iblisi tanıyır. Deyir ki, izaha nə gərək deyir də, mən bildim ki, sən iblissən. Və deyir, hep qəhr oluyorkən, məhv oluyorkən bu deyir cahan, sənin xain əlinlə özdə. Ona deyir, bilmirəm sən nəyə gəldin bana, söylə. Bura niyə gəldin? İblis nə deyir? İblis nəyə gəldiyini deyir. Arifə gör deyir ki,
Baxdım əziyor ruhunu hep qeyri əsarət, gəldim edəyim ta səni hürriyyətə dəvət. Baxdım səni məhv etmədə bin türlü xəyalət, xəyallar deyir səni məhv eləyir. Gəldim verəyim qəlbinə bir nuru həqiqət. Həqiqət də nədir? Yer üzündə olan proseslər də, yəni belə deyək. Arif biraz əvvəldə bu dəhşətlərə falan qarşı çıxırdı axı. Deyir ki, baxdım əziyor sənin ruhunu hep qeyri əsarət. Yəni sən iblisləşməmsən də, belə deyək. Bu səni narahat eləyir. Gəldim sənə bir nuri həqiqət verəm, hürriyyət verəm. Yəni hürriyyət deyəndə onu iblisləşdirməyi nəzərdə tutur. Baxdım səni məhv etmədə bin türlü xəyalət, xəyallar səni məhv eləyir. Gəldim verim deyir qəlbinə bir həqiqət. Yəni səni iblisləşdirim də Arif, gəldim. O da nə deyir Arif? Deyir ki, haydi çəkil. İşte açıq yol. Qovur da onu. Deməli belə. Fəslini də bir tərəfə atıb Arif belə əsəbi hallar keçirir, səhnə aydınlaşır. Yəni Arifin artıq gözünün neçənci dəfə iblis görünür. Sonra xavər gəlir. Həyəcan və təlaş ilə. Söylə Arif, aman nə oldu yenə? Yenə kimlər göründü gözlərinə? Artıq xavər Arifdən soruşur. Xavər də Arifin sevgilisidir. Yəni təzə sevgilisi, təzə aşkı. Əvvəlki aşkı da şeydir, yəni Rənadır. İndi onu görəcəyik qabaqda. Deməli belə, nə oldu? Yenə kimlər göründü gözlərinə? Xavər Arifdən soruşur. Arif nə deyir? Sorma heç. Sorma, Nazənin xavər. Bəni məhv etdi istirabi kədər. Sən, əvət, sən olmasan heyhat. Bəni bir gündə boğar şu qanlı həyat. Ah, o gözlər biliyor musun nə diyor? Neysə, bilir misin nə diyor? Deməli, Arif də xavərə deyir ki, sən olmasan deyir ki, heç deyir sorma, məni əzab, istirab məhv eləyir. Hətta deyir sən olmasan, məni bir gündə boğar şu həyat. Yəni bu həyat məni bircə gündə boğar. Deyir, sonra deyir, ah o gözlər, xavərin gözlərini deyir. Bilirsənmi nə deyir? Sonra xavər nə deyir? O da deyir ki, nə diyor, söylə. Bu da romantikaya qapılıb ki, Arif ona bir-iki dənə xoş söz deyəcək, o da demir. Nə deyir? Arif də deyir ki, Arif deyir ki, ruhu cəzb ediyor. Bunu hardasa xavər eşidir bəlkə də, amma sonrakini eşitmir. Bunu ətrafa deyir, görürsünüz burada yazıb. Deyir, söylüyor əski xatıratı bana. Arif söylüyor əski xatıratı. Əski xatıralarım, köhnə xatirələrimi mənə deyir. Sanki qarşımdadır gözəl Rəna. Deməli, bu Arif xavəri sevir, amma Rəna'dan da vaz keçmir. Belə deyək də, Rəna'nın xəyalı onun gözünün qabağındadır. Hətta xavərin gözlərini Rəna'nın gözlərinə bənzədir burada. Fikir verirsinizsə. Deyir onun qarşımda, sanki qarşımdadır gözəl Rəna. Xavərə baxanda Rəna'nı xatırlayır. Xavər də yazıq elə bilir ki, bunu sevir. Neysə. Bu sırada ixtiyar ilə bərabər İbn Yəmin, Rəna, Zənci Çavuş, nəysə bir əskər, əlində də ufaq bir çanta daxil olurlar. Burada görürsünüz kim gəlir? Görün kim gəlir? İxtiyar şeyxlə bərabər İbn Yəmin, Rəna. Arif artıq Rəna ilə qabaqlaşacaq. Köhnədən görmürlər çoxdandır bir-birini. Sonra Zənci Çavuş, bir əskər, əlində də nə bilim nənə gəlirlər. Arif diqqətlə və heyrətlə ona baxır, ətrafa baxır. Ah! O Rəna, Nazənin afət. Rənanı gördü. Xavər də deyir, yenə bir şey mi oldu Arif? Xavər də nəysə də. İmkan verir. Arif deyir ki, əvət. Söylə. Rənaya deyir. Rəna mı isminiz? Çoxdan da görmür da onu artıq xeyli müddət görür. Rəna da deyir ki, Arifin əlini sıxar, heyrət və sevinclə Arifi tanıyır. Arif. İbn Yəmin də Arifi süzər. İbn Yəmin kimdir? Bayaq dedik. Bir ərəb zabitidir. İbn Yəmin əli minlərcə insan qanına bulaşmış bir, belə deyək də, qəddar insandır. Var dövlət hərisliyi adamı qatilə çevirib. Yəni qatildir. Hətta Rənanın atasını o öldürüb. Fikir verin. Rənanın atasını öldürüb, sonra da Rənanın yanına sahib ki, gedək sənin atanın qatilini tapaq. Avara deyə bu gədə. Nəysə ki, sonra bizə bir əngəl olmasın şu hərif. İbn Yəmin artıq Arifi görəndə, Ariflə daxı Rəna bir-birini tanıdılar burada. Salamlaşdılar, elədilər və İbn Yəmin bundan narahat olur. Çünki məsələ budur. Baxın, burada Rəna var, Rəna. Rənanın 3 dənə
sevəni var. Biri Arif, biri Vasif, biri İbn Yəmin. Nə deyir? Arif köhnədən sevirdi. Vasif təzə sevgilisidir Rənanın. Belə deyək. Sonra da atasının qatilini də o deyir. Vasif deyir ki, Rənaya ki, atanın qatili İbn Yəmindir. Sonra İbn Yəmin də Rənanın atasını öldürüb. Sonra da qızı yanına salıb ki, sən atanın qatilini tapım. Rəna da söz verib ki, kim mənim atamın qatilini tapsa ondan evlənəcəm. Hə, ona görə də İbn Yəmin əl-ayağa düşüb ki, yəni güya atasının qatilini tapacaq və Rəna buna qala. Hə, o da nəysə ki, indi görək nə olur qabaqda. İbn Yəmin deyir ki, bizə bir əngəl olmasın şu hərif. Şu hərif də Arifi deyir. Arif də şey deyir, bu gəliş əff edərsiniz. Nərdən? Arif də şeydən, belə deyək də, ümumi burada artıq İbn Yəminlə söhbətə başlayır. Bayaq Rəna ilə görüşdü. İbn Yəmin məğrur və laybalı deyir ki, səhnə-i hərbdən, mücadilədən gəlirik. Yəni, gəlirlər Arifin yanına bayaq. Bura deyir, mücadilədən, müharibədən gəlirik də. Arif də acı təbəssümlə deyir ki, bir fəzilətsə öldürüb ölmək, canavar bizdən əşrəf olsa gərək. Yəni deyir, əgər bir ölüb öldürmək bir yaxşı bir şeydirsə, onda canavar bizdən də qiymətli olsun gərək. Yəni canavar bizdən çox ölüb öldürür də. Yəni yaxşı şey deyil də, ölüb öldürmək yaxşı şey deyil. Bunu başa salmağa çalışır İbn Yəminə. İbn Yəmin də onun qolundan tutur Arifin. Arif, oğlum, İbn Yəmin deyirəm, İxtiyar. İxtiyar da Arifin qolundan tutur ki, deyir, Arif, oğlum, bırax münaqişəyi. Yəni, İbn Yəminlə münaqişəyə girmə də, o müharibəni tərifləyir İbn Yəmin. Arif də deyir ki, ölüb öldürmək deyir, bir fəzilət deyil. Canavar da ölüb öldürə bilir, belə bir şey. Hə, gəl işim var səndən. İxtiyar bir növ Arifi çəkir qırağa. Deyir, qaqaşca qıraqda söhbət edək biz. Qarışma İbn Yəminə. Hə, İbn Yəmin nə olur? Dışarıda pəncərə önündə çavuşa, çöldə də, çölə çıxıb İbn Yəmin. Burada arada bəzi şeylər buraxıblar. Bax, görürsünüz, bu nöqtələr onu göstərir. Yəni, ixtisarla verilib də sizə. Hə, Arif burada içəridə qalır. Deyəsən, İbn Yəmin çıxır çölə. Pək düşündüyün nə var? İbn Yəmin əskər çavuşuna deyir. Düşündüyün nə var? Yəni, burada deyir, nə gördün sən? Bu məqamda, Ariflə qarşılaşmada, Rəna ilə Arifin görüşməsi falan, bu necə sənə təsir elədi? Çavuş da deyir, bəyim, hər şey bir bəla işdə gördüyün Arif. Yəni, Arif bir bəladır. Çünki Rənaya pək çox yaxın şu hərif. Rənaya yaxın olduğu üçün deyir, bu çox deməli şeydir, bəladır bizə. Daha deyir, müthiş, hələ Arifdən də daha müthiş bəla bizim deyir, əskərdir. Qorxarım cümlə sirri faş eylər. Bizi görmüş də, çünki Rənanın babasını qətl edən zaman xain. Aha, deməli deyir ki, Arif deyir, bir bəladır. Çavuş deyir, ha, bax, İbn Yəminin çavuşudur bu. Çavuş deyir ki, Arif bir bəladır. Çünki Rəna ilə çox yaxındılar. Və daha bundan da deyir, böyük bəla bizim əskərdir. Niyə əskərdir? Çünki əskər konkret bilir ki, İbn Yəmin qatildir. Başa düşdünüz? Qorxarım deyir, cümlə sirri faş eylər. Sirrin hamısını deyər. Bizi görmüş çünki Rənanın babasını qətl edən zaman xain. Yəni, kim görüb? Yəni, İbn Yəmin və çavuş Rənanın atasını öldürəndə əskər görüb. Onların öz əskərləri. Və belə, Arif sağ tərəfdən daxil olur, onları dinləyir. Arif əslində, baxın, Rənanın atasının qatilinin İbn Yəmin olduğunu konkret bilmir. Çünki İbn Yəmini təzə gördü də bu. İbn Yəmini tanımır. Amma İbn Yəmini görən kimi onun o müharibə, dəhşətdən, hərbdən, bundan fəxrlə danışması Arifdə ona qarşı bir ikrah hissi yaradır. Və Arif bilir ki, o xislətcə pis adamdır. Artıq İbn Yəminin pis olduğunu bilir. İndi sizcə, Arif bilə-bilə ki, İbn Yəmin artıq pis adamdır, üzündən, gözündən, simasından. Bu Rənanı bunun yanında niyə buraxsın ki? Rəna da bununla gəlib də. Bayaq dediyim kimi, Rəna da İbn Yəminin yanında yazıq elə bilir ki, atasının qatilini İbn Yəmin tapacaq. Ona görə Arif əslində Rənanı onun əlindən almaq istəyir. Qoymaq istəmir ondan geçsin. Sonra, indi baxaq görək nə olur. İbn Yəmin kafasını oynadaraq istezalı təbəssümlə. Bir böyük ordu, bir yığın insan, mənim uğrumda oldu həb qurban. Keyfə sərf eylədim də milyonlar, yenə devlətcə etibarım var. Mən kimim? Bir ərəb. Nə zənn etdin?
Bir çocukdan mı qorxar İbn Yəmin? Aha. Yəni İbn Yəmin bayaq o axı burada şey dedi, Çavuş dedi ki, yəni bu bəladır, əskər, nə bilim İbn Arif də belə bəla kimi görünür. Daha böyük bəlada əskərdir. Bu da deyir ki, bir bölük ordu, bir yığın insan Arif. Bax İbn Yəminin xarakteri budur bax. Bu hissədə İbn Yəminin xarakteri ortadadır. Deyir bir bölük ordu, bir yığın insan mənim uğrumda qurban oldu, öldü. Yəni görsün nə qədər insan qanına əli batıb. Keyfə sərf elədim milyonlar. Hə, adam keyfə də sərf eləyib, yəni keyf məclislərində də olub milyonlar sərf eləyib. Yenə dövlətcə etibarım var. Etibarı hələ də getməyib də kişinin, yəni İbn Yəminin. Mən kimim? Bir ərəb. Aha, deməli bu ərəbdir. Ərəb zabitidir, bayaq da demişdik. Və deyir ki, nə zənn etdin? Bir çocuqdanmı, uşaqdanmı qorxar İbn Yəmin? Bir uşaqdan qorxmaz da İbn Yəmin, bunu demək istəyir. Və gedirlər. İşıqlar azalır. Ağsaqqallı, möhtəşəm simalı bir Miralay xəyalı görünür. Ya bura komandirdir deyəsən. Hə, komandir xəyalı görünür. Nəysə. Sonra Rəna, şaşqın və həyəcanlı. Ah babam, bir də anlı şanlı babam. Artıq atasını xatırlayır. Ah babam, bir də anlı şanlı babam. İntiqam almadan inan yaşamam. Artıq Rənanı görürük ki, burada intiqam hissinə yaşayanların biri Rənadır. Mən bayaq əvvəldə demişdim. Və deyir ki, babasının xəyalı da həmin dəqiqə gəlir. Bu babasını xatırlayan kimi babasının xəyalı ruhu deyək də. Və intiqam deyir. Və çəkilib gedir. Babasının xəyalı intiqam istəyir. Məsələn, Xavərin də xəyalı intiqam istəyir burada. Yəni Rənanı da bir növ bu da ruhlandırır da ki, intiqam alsın. Kimdən intiqam alacaq? Babasının qatilini axtarır. Bu boyda müharibənin içərisində düşüb atasını kim öldürüb onu axtarır. İbn Yəmin də bundan boluna salına istifadə edir. Hə, sonra Arif nə deyir? Aman, bu nə hal? Rəna da cavab verir ki, babamın kim bulursa qatilini, ona mən səcdə eylərim əlini. Deməli, bəni çöllərdə gəzdirən duyğu, intiqam eşqi, hep bu, yalnız bu. Yəni deyir ki, mənim babamın kim qatilini bularsa, mən ona səcdə eləyərəm. Və məni çöllərdə gəzdirən duyğu deyir, sadəcə babamın intiqam eşqidir, yəni odur. Yalnız budur məni deyir, çöllərə salan. Görürsünüz, intiqam hissi ilə yaşayırdı adam. Deməli, iblis var da içində. Deməli, Arif görünür, sizcə bəllidir qatil. Soruşur Rənadan ki, qatili bilirsən? Rəna deyir, xayır, asla bilinmiyor o səfil. Diyor ki, İbn Yəmin, inan bana sən, bulurum nerede olsa qatili ben. Deyir, bilinmir o kimdir, amma İbn Yəmin söz verib ki, sən mənə inan, mən o qatili bularam, taparam. Baxın, Arif nə deyir? Bəncə bu hilədir. Dinləməyin. Çünki Arif İbn Yəminin simasından onun necə xislətli birinin olduğunu gördü, tanıdı. Arif Rənə deyir ki, bəncə bu bir hilədir. Yəni onu dinləmə. Bu sırada Vasiflə arkadaşı küçük zabit silahsız olaraq yaralı bir Rus zabitini gətirirlər. Bu da yaralı Rus zabiti əslində türkdür. Sadəcə hətta burada o türk zabiti İstanbulun fəth edilməsi xəbərini eşidərək qaça-qaça gələn bir nəfəri güllə ilə vurur. O bilinir ki, yəni bunların tərəfindədir də, belə deyək. Arifgilin, nə bilim, yəni türklərin tərəfindədir. Arif Vasiflə küçük zabitə. Yəni Arif burada, baxın, Arif Vasifin qardaşıdır, amma Vasifi tanımır da, bilmir qardaşı olduğunu, bilmirlər. Arif Vasiflə küçük zabitə nə deyir? Ah Münüz, nə mərhəmətlisiniz. Arif belə haldan xoş olur da, yəni çünki o gətirdikləri yaralı zabitdir. Nerede rast gəldiniz şu zabitə siz? Vasifə deyir ki, pək yaxınlarda, yol kənarında baxdıq, əhvalı xeyli pəcmürdədir. Yəni əhvalı xeyli pisdir. Bu yaralı zabiti götürdük, gətirdik. Küçük zabit də, yəni Vasifin zabitidir bu da. Bir əsir işdə. Düşmən olsa belə, yenə lazım müavinət edilə. Yəni bu gətirdikləri düşmən əskəri idi. Deyir, bir düşmən əskəri olsa belə, lazımdır ki, ona nəsə bir qulluq oluna da, belə deyək. Və burada arada yenə bir hissə buraxılır sözlər. Və deyir ki, küçük zabit deyir, Türk ordusu ətrafa bugün həmlə edərkən, yəni Türk ordusunun gücünü göstərir. Ha? Deyir, Türk ordusu ətrafa bugün həmlə edərkən, İrana və Qafqaza imdada gedərkən,
Rus ordusu durmaz çəkilirkən önümüzdən. Vasif, nə rəvadır ki şu parlaq günümüzdən, feyz almayaraq biz olalım qəflətə mail. Satmaz, satamaz milləti, şəxsiyyətə aqil. Yəni, Küçük Sabitin dediyinin mahiyyəti bundan ibarətdir ki, deyir, Türk ordusu bugün ətrafa həmlə eləyir, yəni dünyaya həmlə eləyir. Hətta İrana, Qafqaza köməyə, imdada gedir. Rus ordusu da deyir, durub qarşımızda qarşımızda durmur, çəkilir. Çəkilirkən önümüzdən. Vasifdən soruşur, deyir, Vasif, bu nə rəvadır ki, bu parlaq günümüzdən, bugünkü günümüzdən biz ilham almayaq, feyz almayaq və biz olalım qəflətə mail. Yəni, biz qəflətdə, biz bugündən kef görməliyik də, bizim Türk ordumuz güclüdür. Bunu deyir. Amma Vasif nə deyir? Vasif də deyir, gücünlə övünmə də. Vasif nə deyir? Deyir, Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Yəni, Turan da türklərin bilirik də, Turan dövləti xəyallarından yaşayırıq. Və deyir ki, Turana qılıncdan daha kəskin də ulu qüvvət yalnız mədəniyyətdir. Yəni, deyir, biz gücümüzlə öyünməyək. Əsas mədəniyyət lazımdır. Bizə mədəniyyətlə dünyanı almalıyıq. Belə. Sonra ikinci pərdə başlayır. İkinci pərdəyə baxaq. Birinci pərdə artıq burada bitir. O əskərin gəlməsi filan onunla bitir. Deyir ki, ərəb zevqinə uyğun süslü bir salon, iblis xidmətçi ərəb qiyafəsində buna çox diqqətli yanaşın. Baxın, iblis nədir? Xidmətçi ərəb qiyafəsindədir. Xidmətçidir güya. Bu cildə girib iblis. Xidmətçidir güya. Deyir ki, deməli, ötəyi bəriyi düzəldir, yəni ora buranı düzəldir. Biz bu sırada Arif sağ qapıdan girər, Rənanın qapıyı qapadıb getdiyini görüncə büsbütün şaşırır. Arif deməli gələr və Rənanın getdiyini görüb çaşır. İblis deyəndə, yəni xidmətçi qiyafəsindəki iblisdən söhbət gedir. Baxın, bunun yerinə lap xidmətçi də deyə bilərsiniz. Xidmətçi. Yəni, onun cildində idi axı. Söylə dərdin nədir? Aydın söylə, Arifə deyir. Mərhəmət qıl da, aman lütf eylə. Söylə Rənaya ki, Arif gəlmiş. Xidmətçi deyir ki, Arif gəldiyini söylə. Bu da iblisdir, xidmətçi deyil. İblis də deyir ki, anladım dərdini, lakin bu zor iş. Ona nail olur ancaq onlar ki, avcılar dolusu altını var. Yəni, bu artıq burada şey edir də, bir növ bilirsiniz nədir bu? İblis Arifi qızıla çəkir. Qızıla çəkir. Deyir ki, sən deyir, Rənaya deyir, Arif burada deyir ki, Rənaya gələndə deyərsən ki, Arif gəlmişdi. Bu da deyir ki, o deyir, sana onsuz da saymaz da. O adam deyir, onun dalından düşər ki, onun qızılı altını var. Başa düşdünüz necə? Arif də deyir ki, bəndə yox altın. Əzzim zira uymamış sərvətə könlüm əsla. Yəni, mənim könlüm heç vaxt sərvətə uymayıb, belə. Altını, iblis nə deyir buna? Yarım qəhqəhə ilə, yəni yarım gülüşlə də özünü qiyafətdə göstərir, xidmətçi qiyafəsində. Altının yoxsa silahın var ya. Silahın var deyir. Altının da, qızılın da yoxsa sənin silahın var. Bəni öldür də qavuş sonra ona. Yəni məni öldür və o silaha qovuş. Ya belə qızıla qovuş. Nəyə daldın? Nə üçün oldun məyus? Arif, çünki yox bir şeyim. Əfsus, əfsus. Deyir, heç bir şeyim yox. Silahım yox. Yəni silahım da yoxdur deyir. İblis, bir şeyin yoxsa könlün var ya, bana ver könlünü. İblis deyir ha, bir şeyin yoxsa könlünü mənə ver. Artıq burada iblis olduğunu bir növ biruzə verir ha, könlünü mənə ver. Əvvəl də demişdi Arifə ki, gəldim sənə hürriyyət bəxş eləyəm. Nəysə ki, özünə çəkmək istəyir də bunu. İndi görün necə çəkir də. Deməli, Arif masa üzərindəki şərab qədəhini yakalar. Aman, bir içim olsun bana su. Bir içim su istəyir. Sonra, iblis də nə edir görün. Arif xidmətçidən su istəyir. İblis də nə edir? Sürahiyi alıb qədəhi rakı ilə doldurur. Şərabla, rakı ilə doldurur. Deyir, al iç. Arif yarıya qədər içir. Yüz gözünü bürüşdürür. Suyu püşdə yarıya qədər içənə su yüz gözünü bürüşdürür və eyvah, dəhşət, yahu, su deyil.
Zəmli bir atəşdir bu. Yəni artıq Arif hiss edir ki, bu su deyildi, bu bir atəş idi. Yəni bu şərab idi. İblis də deyir ki buna, indi görək nə deyir. İblis başqa bir şüşədən də böyük bir qədəh dolusu şərab ona verir. Hətta başqa bir şərab da verir ikinci dəfə. Bu fəqət tatlıdır. Al bunu iç. Bayaqki şərabı içirdi artıq. Sonra deyir ki, ala bunu iç. Başqasını verir. Rəna əlində bir kaç parça kağız daxil olur. Rəna da gəlir. İblis. Şu kağızlar nə içindir yavrum? Aha. Rəna bunlar edəcəkdir məhkum. Aha. Deməli, əlində kağızlar gətirdiyi kağızlar nədir? Mən sizə burada deyim. İblisin cinayətləri, iblis deyirəm, bağışlayın. İbn Yəminin cinayətləri haqqında kağız sənədləri idi. Və ki İblis burada xidmətçi qiyafəsində Arifə şərabı içirdəndə Rəna gəlir çıxır ora. Əlində də İbn Yəminin cinayətləri ilə bağlı sənədlər. Və deyir ki, Arif deyir, əcəba kimdir o xain miskin? Rəna da deyir ki, yəni bu sənədlər kimin haqqındadır bu cinayətlər? Deyir ki, səncə pək bəlli hərif İbn Yəmin. Bilir ki, bu cinayətlər yəni bu kağızlar İbn Yəminin cinayətləri haqqındadır. Amma konkret burada yenə atasının qatili məsələsini bilmir ki, İbn Yəmindir. Amma cinayət sənədləri var idi. O sənədlər deməli İbn Yəminin cinayətləri idi. Arif də bunu alır, deyir, bana ver. Şimdi o azğın canavar bulur əlbəttə cəza, qurtulamaz. İbn Yəminin cinayətlərinə bağlı sənədləri aldı və kağızları alır, sürəkli addımlarla gəldiyi qapıdan çıxır Arif. Kağızları Rəna'dan alır, çıxır. İbn Yəmin daxil olur, Rənaya deyir ki, get gülüm, sonra məhəbbət edəriz. Rənaya deyir. Ariflə bərabər, Arif gedir, gətirir, jandarm, polisi gətirir. Ariflə bərabər əl silahlı 2 nəfər qanun nəfəri, yəni polis daxil olur. Arif İbn Yəmini göstərir. Axı, İbn Yəmin də artıq Arif gedəndən sonra gəlmişdir Rənanın yanına, deyir, get gülüm, sonra məhəbbət edəriz. Nəysə, bunu göstərir və deyir ki, tam kəndisi işdə. Ah, qəddar. Arif bu qanun nəfərlərinə, polisə İbn Yəmini deyir ki, bu qəddardır. Yəni, bunu tutun da belə deyək. İbn Yəmin, lakin çəkilirmi bu həqarət, deyir. Silah çəkmək istəyir Arifə. Arif də deyir, bəllidir etdiyin xəyanət. İbn Yəminə deyir. İbn Yəmini alıb götürürlər. Polislər aparır İbn Yəmini və xain yaxalandı. Ən nihayət. Yəni Arif deyir ki, xain ən sonunda yaxalandı, tutuldu. İblis də bu arada yarım qədir. Eşq olsun, əvət, böyük mərhəmət. Arifə deyir ki, sən eşq olsun. İblis də xidmətçi qiyafəsindədir. Deyir, sən eşq olsun. Tutdura bildin də İbn Yəmini. İbn Yəminin cinayətlərinə bağlı gəldilər, apardılar İbn Yəmini. Arif deyir, Rəna hanı? Söylə gəlsin. İblis də deyir ki, əfsus, bir zabitə uydu getdi. İblis buna bağışlayın məni, loru da dedim, tirka verir. İblis deyir ki, gəldi bir zabitlə qoşuldu getdi. Zabit də kim idi? Vasif idi. Yanından bunu eləyir ki, yəni zabitlə qoşuldu getdi. Qoy ara qarışsın da, müharibə istəyir də İblis bir növ burada. Arif sözünü kəsərək, bildim yetişir o bəlli bir yol. Deməli, bəlli bir yol deyir. Dərhal oradan yəni çıxır gedir Arif. İçib də vəziyyətdə güldü, gedir yavaş-yavaş. İblis, get durma. Ardınca deyir Arifin. Arifin ardınca deyir ki, istezalı qəhqəhə. Get durma. Fəqət yazıq, əmin ol. Arifə deyir arxasınca. Fəqət yazıq, əmin ol. Bəklər səni bir yığın cinayət. İzlər səni bir yığın fəlakət. Artıq İblis bilir ki, Arif birazdan sonra cinayətlər törədəcək falan. Bunları bilir. Bu gedir. Nəysə, 3-cü pərdəyə baxaq. 3-cü pərdədə nədən danışır? Səhnə ilk pərdədə olduğu kimi İxtiyar Şeyxin çardağını görür, qübbəsini göstərir və şeyx dışarıdadır, İxtiyar Şeyx dışarıdadır, çöldədir. Çardağın altında təsbih çəkərək dalıb getmiş, fikrə getmiş. Sonbahar, öylə sisli hava, Arif fəssiz olaraq gəlir, yəni papaqsız deyək yəqin ki. Xəvər ona doğru qoşur. Arif gələndə xəvər də ona gəlir. Yaxlaşdığı sırada birdən birə küskün və şaşkın təvirlə ürküb geri çəkilir. Xəvər elə bil ki, gəlir buna tərəf, Arifə tərəf burada.
Üçüncü pərdənin əvvəlində. Məsələn, İxtiyar Şeyx çöldə oturub belə təsbehinin zadını fırladır və Arif də buradadır. Xavər də çöldən gəlir buna tərəf, gəlir birdən dayanır. Sonra Arif nə deyir? Xavər, bana bax, zavallı Xavər. Bir söylə, nədir bu hal? Halım müstər. Yəni halın vəziyyətin nədir? Xavər nə deyir? Deyir, koşdum sana sevdiyimdən. Deyir, səni sevdiyimə görə istədim sənə qaçam da, səni görəndə. Belə. Deyir, koşdum sana sevdiyimdən, amma baxdım, sevilməyənlər əsla layiq deyil olmağa həmaquş. Yəni deyir ki, sevilməyənlər, deyir, mən səni sevdiyimdən istədim sənə gələm, amma sevilməyənlər, baxdım ki, sevilməyən özünü nəzərə tutur. Baxdım ki, sevilməyənlər əsla layiq deyil həmağuşa. Yəni sevilməyənlər sən belə deyək də yanına gəlməyə layiq deyil də. Mən səni sevirəm, amma sən məni sevmirsən. Bunu demək istəyir. Ürkdüm də çəkildim. Yəni ürkdüm də deyir, ona görə çəkildim, dayandım. Arif nə deyir? Dur, qəlbimi bir də yaxma artıq. Arif fəqət intihara layiq, özü deyir ha. Bəndən babana da salam edərsin, gəlmişdi də şimdi getdin dərsin. Arif burada artıq getməli olur. Çünki deyir ki, məndən də atana, İxtiyar Şeyxə, babana, ata deməkdə babasıdır. Babana deyir, salam edərsin, Arif gəlmişdi, şimdi getdi deyərsin. Xavər biraz da yaxlaşır, yox getmə. Arif Xavərin getməsini istəmir. Babam gəlir bu saat. Dur bir verəyim xəbər. Dur babama xəbər vereyim. Sonra Arif cibindən yarı dolu bir rakı şişəsini çıxarır və neynir? Başlayır içməyə. Artıq Arif dadanıb. Deməli, içkinin dadını tutub, ondan sonra özü çıxardıb içiriyor. Yavaş-yavaş görürsünüz, içkinin təsirindədir. Of, qəmlərimə təsəlli ol sən. Hər dərdi unutmaq istərim mən. Yəni, bu qəmlərinə təsəlli olur bu içki. Ona görə içkidən küpür, içir. Son damlasına qədər içib, şişəyi bir tərəfə atar, ətrafı süzdükdən gözünə ilişən tapancayı yerdən alır, qurşunlarına diqqət edər. Baxın, içdi, şüşəni atdı, baxdı ki, yerdə bir dənə tapanca var və götürdü tapancanı. Yavaş-yavaş gedir kino çəkməyə. Nə olur? Və tapancanı da burada yəqin ki, iblis qoyub da, ki, Arifi vəziyyətdən bu vəziyyətə salmaq üçün. Arif səndələyərək deməli, gəldinmi deyir. Xavər nə deyir? Babasını getmişdi çağırmağa. Xavər də deyir, sarxoş musun? Sarxoş mu, nəsin? Gəl işdə əvvəl məhv et bəni. Olmayım da əngəl. Və Xavər burada bunu deyir. Deyir, sərxoşsan sən. Sərxoşsan deyir, istəyirsən məni öldür. Əngəl olmayım. Yəni, sərxoşluq nəyə lazımdır? Bunu demək istəyir. Arif də ciddi alır, sağ olsun. Vəhşi bir hücumla boğazından yaxalayıb boğur onu. İblis də alçaq və məmnun bir qəhqəhə ilə, İblis də qıraqdan seyr eləyir. Al işdə, budur cavabın ancaq, Arif deyir, Xavərə deyir. Və Xavər istirab və dəhşətlər içərisində əbədi bir sükuta varır. Deməli, ölür Xavər. Xavəri burada Arif heç nədən öldürdü. İxtiyar gəlir, Xavərin cənazəsini yerdə görür və ona eyvah, nə olmuş ona, deyir və s. Məyus və şaşqın baxışlarla cənazəyə yaxlaşır, qollarını köksündə çapraz edərək, titrək və acı bir fəryad ilə. Söylə aman, söylə nazlı Xavərim, kim, sana kim qıyda, aman söylə kim, Arif vurub gedib artıq, Arif yoxdur, aradan çıxıb. Qucaqlayıb öpür cənazəyə və acı bir fəryad ilə, yavrum, aman nazlı mələk Xavərim. Yəni ağlayır da dədəsi, babası ağlayır ki, Xavər öldü. İxtiyar Şeyx də bunu ağlayır. Sonra 4-cü pərdə. Ormanda bir cığır Ariflə Rəna gəlir. Arif getdi, Rənaya çatdı. Rənaya çatdı, çünki bayaq da iblis demişdi, bir zabitlə getdi. Kənarda islıq çalınır. Fışdırıq deyil, nəsə belə bir şey çalınır. Bir qurşun atılır, Rəna da diksinir təlaşla. Qurşun səsi deyir. Arif də laybalı qəqqəhələrlə cibindən bir revolver çıxarır, yəni silahını çıxarır. Heç qorxma, yanımda silah var, Rənaya deyir. Arif deyir ki, yanımda silah var.
həm də altun. Evet, nasıl da parlar. Artıq Arif görürsünüz, əvvəldəki Arif deyil ha. Dəyişdi. Silahı var, altunu var, müharibənin içinə girib. Bir avuç altın çıxarır və əlində oynatıb cibinə qoyar. Haydutlar da bir növ Elxanın haydutlardılar. Əskərlər deyək də. Arxa tərəfdə ağaclar arasından bunu görür ki, Arifin qızılı zadı var. Heyrətlə onları dinləyirlər. Rəna deyir ki, "Nereden sana anlamam şu sərvət. Yəni səndən hardandır bu sərvət?" Arif nə deyir? Deyir ki, məğrur bir qəhqəhə ilə deyir ki, "Bir arkadaşımdan oldu qismət. Pəncəmdə həlak olub boğuldu, sərraf idi. Həm də xeyli zəngin." Bu yalan deyir ha bunu. Bir arkadaşımdan qismət oldu falan. Bu silahı gördünüz bayıq. Yerdən tapdı. Şeydə ki, qızılları da Xavərin qızılları idi. Onu öldürdü, götürdü getdi. Belə. Kənardan iblisin mənalı və istehzalı qəhqəhələri eşidilir ki, bu da zövq verir də iblisə. İblis bunu istəyirdi də əvvəldən ki, Arifi iblisləşdirsin. Buna ləzzət eləyir. Belə. Rəna deyir ki, sus. Bir ləkədir bu söz sənin üçün. 5 altına qarşı bunca vəhşət. Yəni deyir, bu altına görə sən bu qədər dəhşətli şeylərin içərisinə girirsən. Yəni yaraşdırmır da Arifə, belə deyək. Haydutlar ortaya fırlanır, gəlirlər. Birinci haydut altınları ver. Artıq Arifdən deməli altınları, qızılları istəyir. İkinci haydut hepsini ver. Yəni belə deyək. Sonra nə olur? Bu sırada vüqarlı, müsəlli, zabit qılıqlı, qalın bıyıqlı, gür qara saqqallı, zində və mühib simalı Elxan ağaclar arasından çıxır. Elxan gəlir. Elxanın haydutlarıdır, bayaq demişdim. Və durmayın deyir, haydi. Deməli, baxın nə var. Haydutları buradan göndərir də, qovur belə deyək. Baxın nə var. Bəkçilər zərrə qəflət eyləməsin. Ələ bir av keçərsə siz gətirin. Bana bax. Kim tökərsə haqsız qan, ən ağır bir cəza verər ona Elxan. Yəni onlara tapşırır ki, haqsız qan tökməyin. Kim haqsız qan tökərsə ona Elxan cəza verir, özünü deyir. Bu sırada gedən haydutlar 2-3 cingənə ilə İbn Yəmini silahsız olaraq gətirirlər. Baxın, İbn Yəmin getmişdi axı, Arif onu bayaq tutturmuşdu yuxarıda. İbn Yəmin nətər olsa həbsdən qaçır. Artıq İbn Yəmini burada 1-2-3 nəfər tutub gətirir. Söylə kimsin? Adın nə? Elxan İbn Yəmindən soruşur. Adın nə? İbn Yəmin də deyir, İbn Yəmin. Adım İbn Yəmindir. Elxan Ariflə Rənaya yarım qəhqəhə ilə bəni astırmaq istəyən şu ləyin işdə bir av ki, izlər avçısını. Deyir ki, məni astır. Elxanı da, Elxan əslində əvvəl İbn Yəminin əskəri olub. O vaxtda Elxanı astırmaq istəyirmiş İbn Yəmin. Və ona görə də deyir ki, bəni astırmaq istəyən şu ləyin işdə bir avdır ki, gəlib keçib əlimə. Yəni, deyir, bu xain məni astırmaq istəyirdi, gəlib keçib əlimə. İbn Yəmin diz çökür qarşısında Elxanın. Aman, əff et. Qüsurluyum Elxan. Yəni, Elxana başlayır yalvarmağa. İblis də ağaclar arasından çıxır. Yahu, səni kim buraxdı? İblisə deyir, ha. Yahu, səni kim buraxdı? Artıq görürsünüz, burada Elxanın da iblislə söhbəti var. Məğrur və tevr ilə əlini köksünə qoyaraq deyir, kəndim. Özüm də gəldim də, yəni. Arif də Elxana. Bir müthiş o sahibi kəramət. Artıq Arif görün, bax, Elxana deyir ki, bir mürşid o sahibi kəramət. İblisin əlini öpür. Artıq Arif iblisə qarşı bu qədər olan, ona qarşı olan obraz nəyin təsirindən? Şərabın təsirindən iblisləşdi, Xavəri öldürdü, əlinə silah aldı. Halbuki silahdan uzaq qaçan bir obraz idi. İbn Yəminə deyirdi ki, ölüb öldürmək canavar işidir və s. Amma özü bulaşdı artıq buna. Və deyir ki, iblisin əlini öpür, fikir verin. İblisin əlini öpür, xoş gəldin, aman nə mutlu saat. İblisi görəndə artıq Arif sevinir. Çünki iblisləşib özü, artıq ona bir növ tabi olub. Elxan da deyir ki, kimsin acaba? Səndəki var böylə məharət. Elxan iblisə deyir. Kimsin acaba? Səndə ki var böylə məharət. Çünki Arif gedib onun əlini öpür axı. İblis də deyir, mən
Heçlə doğan bir ulu qüvvət, bir ulu qüdrət. Bir qüdrət-i külliyə ki, aləm bana bədxah. Dünyada əgər varsa rəqibim, o da Allah. Yəni, İblis özünü Elxana belə təqdim edir. Mən deyir, bir ulu qüvvəliyəm və insanlar mənə bədxahtlar. Dünyada əgər bizdən varsa rəqib, o da mənim rəqibim Allahdır. Sonra nə deyir? Deyir, mən şərqdə abid olurum, qərbdə rahib olurum, bir qazi olurum, gah edərim fitnələr icad, bəzən olurum bir çoban azadə bir insan, bəzən olurum zülmü fəsad aşiqi sultan. Yəni, bu görür ki, İblis fərqli-fərqli cildlərə girə bilir. Burada da bunu Elxan ondan kimsin deyəndə, soruşanda İblis bunları deyir ki, mən fərqli bir cildlərə girə bilirəm. Düşmənim də, rəqibim də yalnız Allahdır. Mən böyük ulu qüvvətəm, şərqdə nə bilim abid ola bilərəm, qərbdə rahib ola bilərəm, dəyişərəm də, yəni kefimə görə dəyişirəm deyir. Yəni belə. Bu halda İxtiyar Xavərin babası İxtiyar da, yəni bayaq o Xavər, Arifin öldürdüyü Xavər. Başı açıq olaraq pərişan və məcnunanə bir qiyafədə ağacların arasından çıxır. Yəni İxtiyar gəlir. İxtiyar deyir, həyəcanlı və çılğın bir fəryad ilə: "Ah Xavər, sana kim qıydı gülüm? Mən dururkən sana layiqmi ölüm? Onlar eyvah, o səfil insanlar, qəlbi vicdanı sönük qaplanlar." Arif İxtiyar da artıq nəvəsinin qatilini axtarır. Xavərin qatilini axtarır. Amma bilmir bu Arifdir. Elxan, söylə, aç söylə, bilinsin dərdin. Yəni şeyə deyir, İxtiyara deyir ki, aç söylə görə bilinsin dərdin. O sönük qəlbi isindirmək üçün nə dilərsin yaparım. Etmə kədər. Yəni sən nə istəsən, mən o qəlbi isindirmək üçün, isitmək üçün nə desən eləyərəm ki, o qəlb isinsin də. İxtiyara deyir. İxtiyar deyir, bana imdad edin. Eyvah, imdad, əmr edin, şimdi bulunsun cəllad. Yəni qızımı, yenə qızım deyirəm, adı nə idi? Nəvəmi öldürən kimdirsə, onu tapın da, yəni bir növ o cəllad bulunsun. Xavərin xəyalı da göydən deyir ki, intiqam, nəysə də intiqam istəyir. İxtiyar da nə deyir? İşte o dilbər mələyim. Getmə dur, mən də bərabər gələyim. Xavərin xəyalına deyir bu da. Ruhuna deyək də. Deyir ki, işte o dilbər mələyim, getmə dur, mən də bərabər gələyim. Yəni Xavərə deyir ki, sən getmə də, mən də sənin dalınca gəlim. Artıq Xavər ölü, bax, onun ruhu da oradakı. Çılğınca qəhqəhələrlə onu izlər, İslıq səsi eşidilir. Vasif və İbn Yəminin çavuşu 2 nəfər başqa haydutla gəlirlər. Vasif gəlir, İbn Yəminin əskəri çavuşu gəlir və bu haydutla gəlirlər. Artıq İbn Yəminin çavuşunu da tutublar da, belə deyək. Vasif Rənaya, şu zalim xunxar, Vasif Rənanı görən kimi artıq, burada Rəna da buradadır, Arif də buradadır, bayığı birisinin əlini öpdü və sonluqdur da demək olar ki. Vasif Rənaya nə deyir? Deyir, şu zalim xunxar babanın qatili olmuş. İbn Yəmini deyir. Artıq görün kim dedi, baxın, Rənanın atasının qatilini kim dedi? Vasif. Hətta İbn Yəminin çavuşunu falan da o gətirdi. Deməli, Elxan növbətçiyə, al bunu, söylətmə daha. İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur. Yəni, növbətçi deyəndə əskəri də, əskərin göstərdiyi yerdə çəkilib qıraqda durur. Sonra nişancılar ortaya, daha doğrusu Elxan, hazır ol, 1, 2, 3 deyir orada. Tək burada İbn Yəmin deyildi. Mən sizə bəzi şeylər deyim. Bax, burada xaxam, papaz, xəstə qadın, uşaq, bax, onlar da haydutlar tutub gətirirlər. Məsələn, onlar da cinayət sahibləri idi. Məsələn, papaz Ermənistana silah daşıyırdı. Quran nədir? İncir adı ilə səhv eləmirəmsə, İncir adından Ermənistana silah daşıyırdı. Xaxam da Yahudidir. O Yahudi, belə deyək də, dini şəxsidir. O da, səhv eləmirəmsə, narkotik, nəsə daşıyır da, belə deyək. Yəni, bunlar cinayət törədənlər idi də, belə deyək. Xəstə qadınla uşaq da. Xəstə qadınla uşaq da, şeyə gedilər, nə bilim, Kəbiyə gedilər, müalicə almağa. Onun deyir, əlləri çürümüşdü, nə bilim nə, uşağın, burnu çürümüşdü uşağında. Amma bunların əsl məqsədi o deyil. Xəstə qadın uşaq da gedirlər orada cəmaat toplusuna xəstəlik yaymağa.
Belə deyək də, bunlar da bu cür iblisdilər. Başa düşdünüz? Ona görə İlxan bunların hamısını yığır. İbn Yəmin, onun çavuşu, sonra o xəstə qadın, uşaq, papaz, xaxam hamısını düzür. Düzəndən sonra deyir ki, əsgərlərinə deyir 1, 2, 3 atəş açın. Nişançılar deyir ortaya sırayla duranları yaylım atəşi ilə qurşuna düzürlər. Yəni öldürürlər onları. Hepsi hamı qıraqdan deyir eyvah. Elxan yəni onların hamısını öldürdürdü. Sonra Elxan Vasifə deyir ki, İbn Yəmin cənazəsini göstərir özə. Deyir ki, bana bax, izləməsəydin də dəmin ələ keçməzdi inan İbn Yəmin. Deyir, sən mənə kömək olmasaydın və İbn Yəmin də ələ keçməzdi. Xeyli məmnunum əzizim səndən. Söylə yavrum, nə dilərsin məndən? Elxan Vasifə deyir ki, sən deyir İbn Yəminin tutulmasında mənə kömək elədin. Ona görə nə istəyirsən onu məndən istə. İblis nə deyir burada? İblis də Rənanı göstərir. Axı Vasif Rənanı sevirdi. O gözəl afətə məftun şu çocuq. Deyir ki, o gözəl afətə, yəni Rənaya Vasif məftundur, heyrandır, aşiqdir. Rəna da Arifə deyir. Və bu arada artıq bir növ iblis də burada işlərə müdaxilə edir ki, yəni Vasifə razı olsun da Rəna bir növ. Vasifə, həm də Vasif Rənanın atasının qatilini tapmışdı axı. Ona görə Vasiflə artıq belə deyək də sevgili olasıydılar. Nəysə ki, deyir ki, Rəna Arifə deyir ki, sən mənim əski pərəstişkarım, yəni sən mənim köhnə sevgilim, bu isə ən yeni bir dildarım. Haqqı əfsus edəməm bən inkar, çünki Tanrımla mənim əhdim var. Bulsa hər kim babamın qatilini, bil ki, məmnun edər ancaq o bəni. Yəni, babasının qatilində bulan kim idi? Kim idi? Vasif. Deməli, Rənanın sözündən belə çıxır ki, o Vasiflə evlənəcək. Belə deyək, ona gedəcək. Arif Rənaya nə deyir? Nə demək? Razı olmur da Rənaya. Çünki Rənanı vermək istəmir axı. Arif də Rənaya deyir ki, nə demək? Sən bu çürük lafı bırax. Yox, bu mümkün deyil əsla. Bana bax. Bir düşün, əldə dururkən şu silah, böyle təhqirə dayanamam. Yəni, deyir, belə bir təhqirə mən dayana bilmərəm. Əlimdə belə silah varkən, sənin Vasifə getməyinə mən razı ola bilmərəm. Hətta burada var, Vasif deyəsən orada Rənanın, deməli, Arif Rəna ilə gəlmişdi axı bayaq bura. O haydutlar falan gələndə. Onda Vasif burada indi bu hissədə yoxdur, o buraxılıb. Vasif burada Arifə təşəkkür eləyir Rənanı qurtardığına görə, müharibənin arasını çıxardığına görə belə deyək. O da deyir ki, Arif də deyir ki, təşəkkürə nə gərək deyir. Mənim deyir işimdir də, belə deyək. Amma nə olur axırda? Rəna Vasifi seçir. Nəticədə Arif də bundan razılaşmır. Bunu dediyimiz var idi burada. Arif deməli, ətrafa tərəf deyir. Bir də, yəni bu Vasif eşitmir, bunu elə yavaş-yavaş deyir. Deyir, bir də Vasifi görsəm, əfsus, qardaşım, sevgili Vasif, bana gəl. Səni görsəm, bəni qorxutmaz əcəl. Yenə də beynində nədir? Vasifi görmək istəyir. Amma Vasif də qabağında deyir, Vasif qabağındadır. Rənanın üstündə bir-birini qırır Vasifdən, amma bilmir Vasif olduğunu. Vasif də bir tərəfdə. Yəni, o da ətrafa deyir, yəni, eşitmir Arif. Fəqət, qardaşım Arifə qaldım həsrət. Nərdəsin, gəl bana Arif. Kim bilir, bəlkə əcəl verməz aman. Yəni, deyir, hardasansa mənə gəl, Arif, qardaşım, nəsə, bir-birini görürsünüz ki, artıq istəyirlər də, belə qardaşı arzuluyur. Amma bilmirlər bir-birini. İblis də burada əmr verən tərəfdir. Baxın, bayaq burada o İbn Yəmini filan, papası xaxamı, xəstə qadın uşağı öldürən Elxan idi. İblis burada deyir ki, hazır ol. 1, 2, 3. Deməli, artıq İblis Arifə əmr verir. Görün, nə vəziyyətdir. Arifə əmr verir ki, 1, 2, 3 və silahlar açılır. Vasif düşür, Vasifi vurur Arif. Deyib yıxılır və Rəna deyir, Vasif, eyvah. Vasif deyən kimi nə olur? Arif deyir, şaşqın. Nasıl Vasif mi?
Vasifi axtarır axı bu. Bayaqdan bəri bu dünyanı axtarıb illərdir Vasif deyə, qardaş deyə. İndi birdən-birə Rəna Vasif deyib onun üstünə gedir və Arif də deyir, nasıl Vasifmi? Amma halbuki qardaşını özü vurdu Arif. İblis də deyir ki, öyle ya Vasif, o Vasif ki səni eşqi yıllarca əsir etmişdi. Sana qurban oluyor. Bax şimdi. İblis dincəldi. İblis çünki qardaşı öldürtdürdü burada artıq. Arif, daha doğrusu Arif də burada deyir, Vasifə yaxınlaşır, dəlicəsinə tədqiq edər və son dərəcə həyəcanlı şəkildə, qardaşım, o evet, Vasif oyan, daha hara uyanır, Vasifi öldürdün getdi. Visalın nə yaman oldu aman, şu vidayın daha müthiş Vasif, dur bərabər gedəlim. Neyse ki Vasif də hara dursun da ölüb artıq. Əlindəki silah ilə intihar etmək istəyir. Artıq qardaşını öldürdüyünə görə intihar etmək istəyir. Rəna ona qoymur, mane olur. Və belə. Bixtiyar silah Arifin əlindən düşür. Vasifə baxıb qorxur, geri çəkilir. İblisi sərsəmcə deməli baxışlarla süzüb durur. Artıq iblis istədiyinə nail oldu. Arif də burada iblisi baxışlarla süzür, durur. Ümum da nədir? Ümum oradakılar, hamı. Coşqun şəkildə iblisə, sənsin bu cinayətlərə bais. Qəhr olmalı, məhv olmalı iblis deyirlər. Hətta burada bir epizod var idi. Orada Arif Vasif öldürəndən sonra orada iblis şeyi göstərir. Belə uzaqdan ağacların arasında iskeletlər oynayır. O da onu göstərir ki, bax, rəqs ediyorlar. Arif də belə baxır, deyir, ölülər rəqs eləyir. Sonra deyir, baxır ki, arasında Vasif də var onların içində, o iskeletlərin içində. Şey də var, Xavər də var. Bundan da dəhşətə gəlir Arif ki, bu ölülər rəqs eləyir. Bunu da iblis eləyirdi də. Belə. Hamı deyir ki, sənsin bu cinayətlərə bais, qəhr olmalı, məhv olmalı iblis. Belə. Hər tərəfdən hücum etmək istəyirlər iblisə, cəmaat. Yəni ətrafdakılar bilir ki, artıq iblis öldürtdürdü də. Bu qardaşı qardaşa qırdıran iblisdir. Bu cinayətləri elən iblisdir. Və iblis də istehzalı və məğrur və çılğın, qorxunc qəhqəhə ilə nə deyir? Bənsiz də əmin ol sizlərə rəhbərlik edən var. Qan püskürən, atəş sovuran kinli krallar, şahlar, ulu xaqanlar, çılğın dərəbəklər, altın və qadın düşkünü divanə bəbəklər, bin hilə quran tilki siyasətçilər, o hər an məzhəb çıxaran, yol ayıran xadimi ədyan, onlarda bütün fitnəvi şər, zülmü xəyalət, onlar duruyorkən bəni təhqirənə hacət. Deyir, mənim üstümə nəyə yığılıb gəlirsiniz? Deyir, bunlardır iblis. Sizlərə rəhbərlik edən şahlar, ulu xaqanlar, altın və qadın düşkün olanlar, siyasətçilər, məzhəb sahibləri, dindarlar, bunların deyir, hamısı bunlar deyir, iblis. Onlar dururkən deyir, mənim üstümə niyə gəlirsiniz? Sonra nə deyir? Deyir, iblis nədir? Cəmaata başa salır. İblis nə olduğunu cəmaata başa salır. İblis nədir? Cümlə xəyanətlərə bais, yəni bütün xəyanətlərə baisdir iblis. Sonra deyir ki, bəs ya hər kəsə xain olan insan nədir? İblis. Deyir, iblis nədir? Bütün cümlə xəyanətlərə bais olandır. Hər kəsə xain olan insan nədir? İnsan iblisdir. Nəticədə iblis kim oldu? İnsan oldu. Belə. Sonra şiddətli və sürəkli qəhqəhə içində yerin dibinə çəkilir. Yerin dibindən gəlmişdi, orada getdi. Arif əli ilə saçlarını deməli yaxalar. Nəysə, bu belə. Əsər beləcə bitdi. Şaşqın formada qalır. Buradan təhlilinə bir dənə də qısaca mən sizə deyim. Bax, burada müəyyən şeylər var. Buranı mütləq çalışın, diqqətlə oxuyun. Cavidin yaradıcılığında iblis deməli faciəsinin xüsusi yeri var. 18-ci ildə yazılıb. Görkəmli ədib bu əsərdə ilk növbədə müharibələrin səbəblərini aydınlaşdırmağa çalışmış, insanlara ölüm, fəlakət gətirən ədalətsiz müharibələrin törətdiyi faciələri əks etdirib. Mələyin müharibələrin səbəbini bəşəriyyətin iblisə uymasında, iblisin isə insanların özündə, onun mədəniyyatındakı nöqsanlarda görməsi əsərə fəlsəfi mahiyyət gətirir. Baxın, fəlsəfi mahiyyəti budur.
İblis insanlarda görür, mələk iblisdə görür günahları. Cavid bu ikili münasibəti müxtəlif xarakterli insanların, hadisələrin fonunda əsər boyu izləmiş, nəfsin, altun, qurşun hərisliyinin yaratdığı dəhşətli məqamları təsvir etməklə müharibələrə nifrət hissi aşılamışdır. Deməli, müharibənin özünü təsvir etmək deyil, müəllifin, Cavidin məqsədi. Burada nəfsin, altunun, kurşunun, yəni silahın, qızılın və insanların xarakterindəki çirkabların bir növ təsvir eləyib. Və bundan müharibələrə nifrət hissi aşılayıb. Sonra faciənin qəhrəmanı Arif ilk səhnədə həqiqət axtarışına çıxır, həyatı dərk etməyə çalışır, mənəvi sağlığını qorumağa çalışır, can atır və haqq-ədalət axtarışları Arifi kamil insana çevirmir. Haqq-ədalət axtarır, amma kamil insana, yaxşı bir insana çevrilə bilmir. Axırı özü iblisləşir. Niyə? Səbəb? Çünki öz nəfsinin quluna çevrilir Arif. Arif altun və qurşun sınağından çıxa bilmir. Əgər orada altun və qurşun sınağından çıxsaydı, amma mənəviyyatındakı ciddi qüsurlar, Arifin mənəviyyatındakı ciddi qüsurlar onu cinayətə sövq edir. Və əsərdə diqqəti daha çox cəlb edən iblis mifik obrazıdır, deyir. Yəni, diqqəti... Düzmü oxudum? Əsərdə diqqət cəlb edən iblis mifik obrazdır. Təkcə iblis deyil, bayaq demişdim, mələkdir, Xavərin xəyalıdır, Rənanın atasının xəyalıdır. İnsanların iradəsizliyi, öz mənfi etirazlarının əsrinə çevrilməsi iblisi sevindirir. Çünki insanlar iradəsiz olanda iblis sevinir. Belə. İblis onu şər əməllər törətməkdə günahlandıran, bütün bəlaların səbəbkarı sayan insanlarla razılaşmır qəti, çünki əsl təqsirkar insanın özü olduğunu söylüyor. Əsərdəki İxtiyar Şeyx, Rəna, Elxan və başqaları fəlakətləri fərqli şəkildə yaşasalar da, məsələn, İxtiyar Şeyx nəvəsini itirir, Rəna atasını itirmişdi, Elxan özünün başına bəlalar gətirmişdi, İbn Yəmin ona görə ondan qisasını alır. Deyir, onların hamısı müharibələrin insanlara böyük məhrumiyyətlər gətirdiyi qənaətindədir. Yəni, hərəsi fərqli fəlakətlər yaşasalar da həyatlarında, amma bunun hamısını müharibələr eləyib, deyir, müharibələri törədib. Əsərdə vətənpərvər zabit Vasif və var dövlət hərisliyinin qatilə çevirdiyi İbn Yəmin obrazları da diqqət cəlb edir. İblisdə real müharibə səhnələri, gerçək döyüş vəziyyətləri yoxdur. Müharibənin ən böyük şər kimi təqdim olunduğu faciədə ordular deyil, insanlar qarşılaşdırılır. Burada 2 dənə ordu gördünüzmü? Hansı ordular bir-birinə qarşıydı? Xeyr, bilmədik heç. Amma əsaslı insanlar qarşılaşdırılır. Deməli, o əsas diqqət mərkəzinə o çəkilir. Cavid qanlı döyüşlərdə iştirak edən böyük fəlakətlərin şahidi və iştirakçı olan insanların taleyi timsalında müharibəyə münasibəti ön plana çıxarmışdı. Əsas məsələ müharibəyə münasibətdir burada. Mənfi münasibətdir, müharibə olmasın demək istəyir müəllif. Əsərdə qaldırılan problemlər sənətkarın yaşadığı dövrdə baş verən faciəli hadisələrin əks sədasıdır. Ya, baxın, sənətkar yaşamışdı, həmin dövrdə və həmin dövrdə olan, yəni dövrdə olan hadisələrdən danışılır. İblis müharibələrin əsl mahiyyətini açıb göstərən, müharibə əleyhinə yazmış bir faciədir. Bilirik bunu. Dramaturg hərbə uymuş insanlığın faciəsini göstərməklə bəşəriyyəti bu dəhşətli bəladan xilas olmağa çağırır. İblis faciəsi bənzərsiz təbii, bədii sənətkarlıq xüsusiyyətlərinə malikdir filan. Burada da yəni elə bir şeylər yoxdur. Bu qədər. Əsərdən gördünüz, başa düşdünüz ki, yəni əsərin mahiyyəti nədir? İblis mifik obraz olsa da burada iştirak edir müəyyən müddət və insanların iblisləşməsi, pis əməllər törətməsi ona təsir edir, xoş təsir edir. Bir daha kanalımıza abunə olun. Xüsusən kanalımıza abunə olan, bəyənən hər kəsin halal xoş olsun əziyyətimiz. İnşallah növbəti videoları çəkmək qismət olar. Sağ olun.